Birinci informatika yoxsa məntiq Yox, müəllim? məntiq, ay bala, məntiq. Sən qatıb qarışdırmazsın, qrupa baxmayın. Burada vəziyyət başqadır. Demək, iki nəfər çalmış saçmır, eyb yox. Allah kahretməsin onları. Kötü kalpli cadavozlar. Deyin görüm suallarınızı deyin görək. Paint açın bir tərəfdən. Yəqin ki, bu suallardan versəz paint ehtiyac olacaq. Hesablamalardan ötürü yer açmaq lazımdır. Hə, suallarınız arkadaşlar. Ay müəllim, Hı. 14. 14-dən qabaq 6 var. 14'ten Onu izah qabaq eləm. 6 var. Hı. Bəli, 6-cı sual var yəni. Ay ki, Hə, sən şeydir, baxmadım yuxarı, üzrlüsən. 14'ten qabaq 6 yoxdur axı. Birinci 14 gəlir. Vay, Mən riyazi məsələlərə baxdım. bildim. Deməli, hər birində ən az bir ədəd olmaqla 5 güldan da 61 qızılgül var. Üçüncü və dördüncü güldanda birlikdə 16 qızılgül var. İkinci güldanda sonraki 3 güldandakı qədər qızılgül var. Birinci güldandan 2 qızılgül götürüb üçüncü güldanı qoysa bu 2 güldanda qızılgüllərin sayı bərabər olur. Gəl birinci güldanların nömrələrini yazaq. Birinci güldan, ikinci güldan, üçüncü güldan, dördüncü güldan, bu da beşinci güldan. Deyək ki, üçüncü və dördüncü güldanda birlikdə 16 qızılgül var. Üçüncüdə x olsa, dördüncüdə, qoy yuxarıdan yazım. Üçüncüdə x qızılgül varsa, dördüncüdə nə olacaqdır? 16 minus x olacaq. Yəni, qoy İradə xanımı qəbul eləyək. Burada x, burada 16 minus x. Qocam o birisi kimdir? O birisi də Aysudur. Pişiklərin nökəri. İndi bura baxın. Deyir, birinci güldandan 2 qızıl gül götürüb, üçüncü güldana qoysa, 2 güldanda güllərin sayı bərabər olur. Deməli, birinci güldanda x plus 4 qızıl gül var ki, bundan ikisini götürüb üçüncüyə qoysam, burada da x plus 2 olacaq, burada da x plus 2 olacaq. Beşinci güldanda neçə gül var? Y-dənə bilmirəm. Amma burada deyir ki, İkinci güldan da sonraki 3 güldana qədər qızıl gül var. Bunları hesaplasan 16 buradan çıxır 3 ilə 4-ün cəmi. Burada da y 16 plus y. Y plus 16. Bunları bildik. İndi gəlin bütün güldanlardakı qızıl gülləri sayaq. X plus 4, y plus 16, x, y plus 20 deməkdir. Plus 16, x, y plus 36 deməkdir. Y. Buradan da x plus 2y plus 36, x plus 2y plus 36 bərabərdir 61. Buradan x plus 2y bərabərdir 25 alınır. 61-dən 36-dan çıxdıq. İndi x və y-ə uyğun qiymətlər tapaq. Burada deyir ki, bu güldanlardakı qızıl güllərin tək sayda olduğu məlumdursa. Yəni, x ilə y tək ədəd olmalıdır. Cüt ola bilməz. Başlayaq. Bunu 1 versəm x-i, 2y deməli 24 eləməlidir. Y-in qiyməti 12 olur, o cüt olur. Ona görə də x-i 1 verə bilmərəm. Onda y-i 12 yox 11 götürsəm, 2 dəfə 11 22 eləyir. Burada 3 yazsam 25. Bu bir versiya. Sonra 2y 13 götürsəm, y 13 götürsəm, 13 yox, 9 götürsəm. 18 bu da olur 7. Gördünüz bunlar da ikisi də tək ədəddir və cəmləri də bu vəziyyətdə tənlikdə köylər qoyanda 25 alınır. Y-i 7 götürsəm 14, x-in qiyməti 11 eləyir. Bu da 25 verir. Y-in qiymətini 5 versəm 10 eləyir. X-in qiymətinə nə olur? 15 olur. Y-i 3 verə bilmərik. Niyə? 3 dəfə 2 6 edir. 25 almaq üçün x-ə 19 yazmalısan. Amma 3-cü və 4-cü güldanda bir yerdə 16 qızıl gül varsa da x-in qiyməti 16-dan kiçik olmalıdır. Burada 4 versiya aldıqmı onları yerinə qoyurum. X-ları yerinə qoyanda 3 qoydum. 7 qoydum. 11 qoydum. 15 qoydum. Y-lər də neçə olur? 11, 9, 7 və 5.
Bu bir tərəfdə 16 minus x olduğuna görə bura 13, bura 9, bura 5, bura 1. 5-i çox pis yazdım. 8 oxşursa çıxacağam. Bura 1. Y plus 16'lar nə olur? 27, 25, 23, 21. Bəs x plus 4 nə olur? 7, 11, 15, 19. Mümkün olan bütün versiyaları yazdım. İndi şərtə baxaq. Deyir, hansının doğru olub olmadığı məlum deyil. 2 güldan da eyni sayda qızıl gül var. Deməli, məsələ burasında 2 güldan da eyni sayda qızıl gül var. Bir versiyada doğrudur. Düzdür? Digər versiyalarda nədir? Yanlışdır. Yəni, bu ola da bilər, olmaya da. Yəni, doğru olub olmadığı məlum deyil. Yəni, ikinci versiyanın deyirdisə də düz deyir, qalan versiyalar deyirdisə səhv deyir. Ən az qızılgül 3-cü güldandadır. İndi baxaq. 3-cü güldanda 3 də ola bilər. Bu halda ən az olur. 15 də ola bilər. Bu halda ən az qızılgül 4-cü güldanda olmuş olur. Yəni bu ola da bilər, olmaya da. Yəni bu nə doğru da ola bilər, yanlışdır. Üçüncü, qızılgül sayının ondan az olduğu 3 güldan var. Baxaq. Birincidə 2 versiyada ondan azdır. İkincidə 3 versiyada. Sonra burada üçüncüdə 2 versiyada. Dördüncüdə nədir? 2 versiyada. Yəni bir versiyamızda qızılgül sayının ondan az olduğu 3 güldan var versiyası ödənir. Düzdürmü? 3 versiyada isə o da ödənmir. Deməli, bu ola da bilər, olmaya da. Bizə nədir? Doğru olub olmadığı məlum deyil. 4-də nədir? Qızılgül sayının 20-dən çox olduğu 2 güldan var. Baxıram, birincidə 1 güldandır, ikincidə 1 güldandır, üçüncüdə 1, dördüncüdə 1. Bu bütün hallarda yanlışdır. Yəni doğru olub olmadığı məlum olan 3 versiyamız var. 2 güldanda eyni sayda qızılgül var. Olduğu versiya var, olmadığı da var. Ən az qızılgül 3-cü güldandadır. Olduğu versiyada var, olmadığı versiyada var. Ondan sonra qızılgül sayının ondan az olduğu 3 güldan var. Bu da bir versiyada özünü doğruldur. Qalan hallarda isə nədir? Özünü doğrultmur. Belə. Dördüncüdə nə dedi? Qızılgül sayının 20-dən çox olduğu 2 güldan var. Bu isə mütləq yanlışdır. Çünki 20-dən çox olduğu cəmi 1 güldan var. O da ikinci güldan. Bu oldu mu? Bəli, çox sağ ol. İndi neçəyə baxaq? Ay, 6-ya baxaq bir dənə. Axır ki. Bax, Səbinə. Bir nərdivanın pillələrini 2-2 çıxıb 300 düşən adamın yuxarı qalxarkən atdığı addımlarsa, aşağı düşərkən atdığı addımlarsa sayından 6 vahid çoxdur. Bax, x dənə pilləsi var. Qalxanda x bölə 2 addım atır. Düşəndə də 300 düşdüyünə görə x bölə 3 addım atır. Bunların fərqi neçədir? 6. O halda bu ikisinə ortaq məxrəc 6-da 3x-dan 2x-i çıxıram. Qalır 6. X-in qiyməti nə olur? 6 vuraq 6, 36. Nərdivanın 36 pilləsi var. Hə. Sən nə düşünmüşdün? Ay müəllim, mən heç nə. Sən heç nə düşünməmişdin? Ay, düşünmüşdüm. Mən tamam başqa bir şey. Yaxşı. Növbəti sualımıza baxaq. 9. Salam müəllim. 9. 9 baxaq. Oldu Ayla xanım. Onsuz da heç bir dərsdə qoşulmursunuz. Tənbəl Layla. Hə. 9. Tez ona cavab verdim. 2 dənə də səyimiz yoxdur. Allah ona qəhr etməsin. 9-a baxırıq. Şəhla səhər avtomobilə 50 km/saat orta sürətlə evindən işə getdi. Axşam isə 60 km/saat orta sürətlə həmin yol ilə evə qayıtdı. Qayıdarkən yola 10 dəqiqə az vaxt sərf etdi.
Şahla evindən işə gedərkən yola neçə dəqiqə vaxt sərf etmişdi? İndi bura bax. Burada 50 kilometr saat sürətlə gedib, düzdürmü? T dəqiqə işə çatıb. Qaydanda 60 ilə qayıdıb, amma 10 dəqiqə az vaxt sərf edib. T-dən 10-unu çıxdım. Beləliklə 50T bərabərdir 60T minus 600 alındı. Alındı. Elədir. 600 bərabərin Bəli. sol tərəfinə, 50-nin sağ tərəfinə keçsəndə 10T bərabərdir 600. T-nin qiyməti nə oldu? 60. Elə? 60. Bəli. Aha, bəli. İndi bizə nə deyir? Ki, işə gedərkən yola neçə dəqiqə vaxt sərf edib? İşə gedərkən T saat sərf eləmişdi. 60 dəqiqə. Qaydanda da nədir? 10 dəqiqə az vaxt sərf edib, qaydanda da 50 dəqiqə sərf edibdir. Yəni qaydanı soruşmur da, onsuz da gedəni soruşur. Sağ arkadaşlar. 12. 12. Baxın. Deyir, ata ilə oğlun yaşlarının fərqi, oğulla qızın yaşlarının fərqindən 2 dəfə çoxdur. Ana yaşda oğuldan 2 dəfə böyükdür. 3 ildən sonra ailənin bütün üzvlərinin birlikdə yaşı 145 olacaq. Gəlin yazaq. Burada ata var, ana var, oğul var və qız var. Qızın yaşı X olsun. Oğulun yaşı qızdan T yaş çox olsun. X plus T olur. İndi bax, bu ikisinin yaş fərqi T-dir, elə deyilmi qızla oğulun? Ata ilə oğlun yaşı fərqi. Qızla oğlun yaşları fərqindən 2 dəfə çoxdur. 2T-dir bunların yaş fərqi. Onda atanın yaşı nə olur? X plus 3T olur. Buna bax, dibiş gəldi. Diablo. O ana da oğuldan 2 dəfə böyüksə də 2x plus 2t-də ananın yaşıdır. Bunların hamısını cəmləsəm x, 2x, x, x toplayanda 5x üstə gələk. T'ləri toplayanda 6t bərabər bütün ailə üzvlərinin yaşı olur. 3 ildən sonra 145 olacaq. Bax, indi bir məsələmiz var. 3 ildən sonra bunların hərəsi 3 yaş böyüyəcək. 4 nəfərdir. Demək 12 yaş böyüyəcək. 145 olacaqsa da hazırda 5x üstəgəl 6t 5x üstəgəl 6t bərabərdir 133 olurmu? Olur. Sonra deyir 6 il əvvəl uşaqların toplam yaşı bütün ailə üzvlərinin yaşından 86 il az idi. İndi bax. Məsələ burasındadır ki, bütün ailə üzvlərinin yaşından, yəni 5x plus 6t-dən uşaqların yaşını 2x plus t-ni çıxanda nə olur? 86 alınırdı mı 6 il əvvəl? Hə? Bəli. Bu arada onu deyim ki, burada belə deyim də, hələ ki bu fərqə baxın, sonra bir ipucu deyəcəm sizə. Bu ailə üzvlərinin yaşı, bütün ailə üzvlərinin yaşından uşaqların yaşını çıxırıq. Onda nə qalır? 3x plus 5t eləyirmi? Bəli. Burada yuxarıdan baxanda görürsünüzmü? 3x plus 5t ata ilə ananın yaşıdır. Yəni dediyim nədir? Bütün ailə üzvlərinin yaşından, yəni 4-ün yaşından, oğulla qızın yaşına çıxanda yerdə ata ilə ananın yaşı qalır. Bu da nə deməkdir? 6 il əvvəl ana ilə atanın yaşları cəmi 86 idi. İndi 6 il keçib hərəsi 6 yaş böyüdüyünə görə 12 yaş böyümüş olurlarmı bir yerdə? Nəticə etibarilə 3x plus 5t bərabərdir 98 olur. Olur. İndi atanın yaşını müəyyən edin. Atanın yaşını tapmaq üçün x-i də bilməliyik, t-ni də bilməliyik. Ona görə bir dəfə x-i, bir dəfə t-ni hesablamaq üçün yuxarıdakı tənliyi 3-ə, aşağıdakını isə nəyə vuracam? Aşağıdakını 5-ə vuracam. Çünki x-lar 15 olsun, bir dəfə t-ni tapaq. Sonra t-ni yerinə qoyub x-i taparıq. Yuxarıdakını 3-ə vuranda
15x üstəgəl 18t bərabərdir 399. Aşağıdakını 5-ə vuranda 15x üstəgələk 25t bərabərdir 490. Və buradan 7t bərabərdir 490-dan 399 çıxan nə qalır? 91 qalır. T'nin qiyməti nə olur? 13. Oldu mu? Oldu. İndi bax bu 13-ü burada yerinə qoyası olsan. 3x üstə gəlir 13-ü 5-ə vurun 65 bərabərdir 98 alınırsa da 3x bərabərdir 33. X-in qiyməti də 11 verirmi? Verir. Bəli. İndi atanın yaşı nədir? 3t ilə x-in cəmi. Yəni 11 üstə gələk 3 vuraq 13-dür. Yəni 50-dir. Bu da nə olur? A variantı olur. Hə, neçə baxaq? Arkadaşlar sualınızı deyin. Diablo nətərsən? Yalından qoşulub suada ki, gedib də orada yatmağa ey. Müəllim 17-yə baxsaq olar. Baxaq, baxaq. Səhv çıxıb. Bax, Gültac fermasındakı toyuqların 1/4-ni, biri 5 manatdan. Bax, x toyuq var, 1/4-ni, 1/4x. Vurdum 5 manata. Qalan toyuqları isə nədir? 4/3-ü qalıbdır. Bunu da x-a vurdum. 7 manata satır. Ümumilikdə bu satışdan 260 manat pul əldə edir. Baxaq görək Gültac neçə toyuq satıbdır. İndi bura bax. Burada kəsirdən azad etmək üçün hər bir həddi nə edə bilərsiniz? İstəsəz vura bilərsiniz 4, amma belə də alınır. Deməli 4-də 5x üstə gələk, 4-də 21x bərabərdir 260 tənindən. 4-də 26x bərabərdir 260 alınır. X-in qiymətini də tapanda 260-ı vurmalıyam 4-ə, bölməliyəm 26-ya, bu da edir 40. Deməli, Gültac 40 dənə toyuq satıb. Gültac nə satıb? Düzdür, başıma xeyir. Ona görə danışamıyorum. Xaş ye, xaş. Aynen, nə bilim, təzim qalxıb düşür, nəsə ölçməyim. Çox başıma xeyir. Qalxıb yoxsa düşübdür? Bilmirəm ki, heç ölçməmişəm. Ölç da. Ölç baxaq görək vəziyyətin nə yerdədir. Qalxıbsa salaq, düşübsə də qaldıraq. Arkadaşlar növbəti sualınız. Müəllim 25-ə baxa bilərik zəhmət olmasa. Baxaq. Bax, sən nədir? Müəllim 25-dən qabaq 21 yazıblar heç çata. Satan Müjgan xanım. Müjgan xanım yazıb. Müjgan xanım nə olsun, yaxşı danışmır. Arkadaşlar, burada yalançı əmtələr. Bax, kiloqramı 20 manat olan əmtənin 30 kiloqramını satarkən satıcı səhv etmiş və alıcıdan 450 manat alıb. İndi bura bax. 20 manatdan 30 kilo əmtəl satırsa da, deməli bu götürməlidir 600 manat. Amma bədbaxt 600 manat əvəzinə 450 manat alsa da 150 manat ziyana salıbdırmı şirkəti? İndi deyir 30 manata olmaqla neçə kiloqram satmalıdır ki, ikini aradan qaldırsın. İndi bax. Normal qiyməti 20 manatdır. Bu da 30 manatdan satacaq. 1 kilosuna 10 manat irəli düşəcək, düşəcək. Onda 150-ni böləndə 10-a neçə edir? 15. 15 kiloqram satası olsa 2 aradan qalxacaq. Aynur. 22-ni də deyərdi zəhmət olmasa. Mən Ay bala hardaydın? yazmışam sizə. Mənə Səbəb. yazın. Bu gör nə yazın. Elə böyle şey değil. Işıklar kilitli.
Müəllim, siz bu məktubu oxuyarkən mən artıq çox uzaqlarda olacağam. Xahiş edirəm, məni axtarmayın. Heç kimə bu haqda heç nə yazmayın. Evdə işıqlar keçib deyə dərsə qoşulanmırdım. Aynur, bu nədir? Dastan yazmısan, ey? Bax, babanın 3 oğlu var, qızı yoxdur. Babanın nəvələrinin hər biri öz əmilərinin hər birinə bir hədiyyə verdi. Qədir adlı oğluna 6, Sabir adlı oğluna 4, Adil adlı oğluna 8 hədiyyə çatsa, Qadirin neçə övladı var? Arkadaşlar, bunların adlarının baş hərfindən övlad sayını göstərəcək. Yaxşı? Bax, deməli Sabir plus Qədirin uşaqları neçə nəfərdilər? 6. Yox, 6 yox. Sabirlə Qədirin deyilsə də Adilə gedib hədiyyə. 8. Baxın, nə bildim Sabirlə Qədir. Adil 8 hədiyyə alıbsa, bu 8 hədiyyəni Sabirlə Qədirin uşaqları verir. Sonra Sabirlə Adilin uşaqları birləşib Qədirə hədiyyə veriblər. 6 hədiyyə Qədir alıbdır. Kimdən alıbdır? Sabirlə Adilin uşaqlarını. Qədirlə Adil isə, bunun uşaqları isə, bunların uşaqları. Kimə? Sabirə hədiyyə verib. Sabir neçə hədiyyə alıb? 4 dənə. Qadirin neçə övladı var soruşur. Birinci ilə üçüncü tənlikləri toplasam, olur 2 Qadir plus Sabir plus Adil bərabərdir 14. Və Sabirlə Adilin bir yerdə Ay mənim 14 yox. 8 ilə 4-ü toplayaq. 12, arkadaşım 8 ilə 6-ını toplamışdım. Yaxşı ki dedin, bax evi yıxılmışdıq. 12, 8 ilə 4 toplayırdım. Sabirlə Adilin bir yerdə 6 uşağı olduğuna görə 2 Qadir bərabərdir. 12-dən 6 çıxanda 6 qalır. Onda Qadirin neçə uşağı olur? 3 uşağı. Bu da cavab. Oldu mu? Bəli. İndi neçəyə baxırdıq? Zəhmət olmasa 25. Yaxşı, 25. Aha. Bax arkadaşım. Əli, Fərid, Ramil, Sabir, Vəli qardaşdırlar. Qardaşların ən kiçiyin 4 yaşı var. Bunu bir qıraqda yazdım. Ramil ilə Sabirin yaşlarının cəmi, Əli ilə Vəlinin yaşları cəminə bərabər. Ramil plus Sabir bərabərdir. Əli üstəgələk Vəli. Bunu bildik? Bildik. Fərid bir il gec doğulsaydı, Əlidən 2 dəfə böyük olardı. Yəni, Fəridin yaşından bir il gec də olsa 1 yaş kiçik olasıydı. Bu halda 50-dən 2 dəfə böyük olardı. 2 50-nin yaşına bərabər olardı. Onda Fəridin yaşı bərabərdir 2 50 plus 1. Bu isə Fəridin 50-dən böyük olduğunu göstərir. Yəni 4 yaş olan Fərid deyil. Sual deyir. 50 bir il gec də olsaydı, Sabirdən 2 dəfə kiçik olardı. 50-dən 1 çıxası olsam, Sabirdən 2 dəfə kiçik olardı. Bunu 2-yə vuranda nədir? Sabirin yaşı alınardır. Düzdürmü? Onda Sabir bərabərdir 250 minus 2. Sonra 5 ildən sonra Fərid yaşca Ramildən 2 dəfə böyük olacaq. 5 ildən sonra Fəridin yaşı F plus 5 olacaq. Ramilin yaşı da R plus 5 olacaq. Və Fəridin yaşı Ramildən 2 dəfə böyük olacaq. Ona görə də 2 vuraq R plus 5 olanda belə bir vəziyyət alınır. Fərid bərabərdir 2 Ramil üstəgəl 10 çıxaq 5 2 Ramil plus 5'dir. Buna bildik? Bildik. İndi burada bir məsələ var. Fəridin yaşı 2 50 plus 1 və 2 Ramil plus 5-dirsə də, o zaman buradan gördüyümüz vəziyyət də bu olur ki, 50, 2 50, bu açıq yazım əvvəlcə, 2 50 plus 1 bərabərdir 2 Ramil plus nəyə? 5-ə. Buradan da deməli 2 50 bərabərdir 2 Ramil plus 4 və 50 bərabərdir Ramil plus 2 olur. 50 bərabərdir Ramil plus 2.
Bunu bildik. Bildik. O zaman əgər Əli Ramildən 2 yaş böyüksə də Sabir də Vəlidən 2 yaş böyük olmalıdır. Yəni Sabir bərabərdir Vəli plus 2. Düzdür? Buna bildik. Bəli, müəllim. İndi ən əsas məsələmiz. Sən burada Sabirin yerinə Vəli plus 2-ni qoyası olsan, onda Vəli bərabərdir 2, Əli minus 4 olacaq. Elədirmi? İndi Bəli. hansı qardaşların adını biz çəkdik? Burada 5 qardaş var idi, elə? Əli, Fərid, Fərid, Sabir, Ramil, Fərid. Sabir, Vəli. Əli getdi, Fərid getdi. Ramilin zaten adı keçib. Sabir, Vəli. Hamısı gedib. Ha? Elədirmi? Bəli, müəllim. Bəli, müəllim, bəli. İndi bizə deyir ki, qardaşları kiçikdən böyüyə ardıcıl sıralayın. Burada görəcəyimiz iş nədir? Baxın. Məsələmiz burasındadır ki, Əli Ramildən böyükdür. Düzdürmü? Ha? Ramil balacadır. Əli bundan böyükdür. Yəni, burada kiçik qardaşın 4 yaşı olduğunu deyəsi olsa, Ramilin 4 yaşı varsa, Əlinin 6 yaşı var. Onda Bəli, Sabir müəllim. Əlinin yaşının 2 mislindən 2 vay kiçikdirsə də, Sabirin neçə yaş olmuş olur? 10 yaş olurmu? Fəridin yaşı da 2 Ramil plus 5, yaxud 2 Əli plus 1-dir. 13 yaş olmuş olurmu? Olur. Vəlinin yaşı da 2 Əli minus 4-dür. Əlinin 6 yaşı olduğuna görə 12-dən 4 çıxıb 8 almış olubmu? Yəni burada Vəli, burada Sabir, burada da Fərid olurmu? Yaşları bu şəkildə düzdük. Düzdük. Bizə kiçikdən böyüyə düz demişdi, elə deyilmi? Birinci Ramil gəldiyinə görə əvvəlcə 3 gələcək. Sonra Əli gəldiyinə görə 1 gələcək. Sonra Vəli gəldiyinə görə 5 olacaq. Sonra Sabir gəldiyinə görə 4 olacaq. Ən axırda da Fərid gəlib 2. Gördün? Təşəkkür edirəm, müəllim. Sağ ol, yaxşı yesən. Mən də sənə. İndi nəyə baxırıq? 26. Nə? 26 mı? 26. Arkadaşım, gözünüzə karandaş girsin. Başqa sözüm yox. Yəni, məsələ burasına ki, niyə da niyə? Bax, buraya yazam sarı, buraya yazam qırmızı. Bu sondur. Bunu nə qədər insanlara izah eləmək olar? Eləmi ay Səbinə? İzah eləm, yenə qayıdırız. Bəli, müəllim. Yenə Amma izah düz eləm. yazmışam bu səfər. Şükür. Qaydasına yazırsan, sonra atıfsan tutub. Əmim yox, qaydasında. Hı -hı. Başladı. Ay balam. Sənə deyir, sarı rəngli karandaşlar istifadə olunursa, qırmızı karandaşlardan istifadə olsa, yanaşı olmamasını təmin etmək lazımdır. Bunu yadda saxlayın. Baxın. Bir karandaşımız varsa da sonu sarı ilə qurtaran bir versiya olur, sonu qırmızı ilə qurtaran bir versiya olur. Ya sarıdır ya da qırmızı, elə deyilmi? Bəli. İki karandaşla deməli, iki karandaşımız varsa da sonu sarı ilə qurtaran iki versiya olmuş olur. Çünki niyə? Sarı, sarı, qırmızı, sarı. Amma iki karandaş onun sonu qırmızı ilə qurtaran bircə dənə versiya olur. Niyə? Ona görə ki, sarı, qırmızı olmalıdır. İki qırmızı yanaşı ola bilməz. Üç karandaş olanda bizim
Sonu sarı ilə qurtaranlar bunu necə göstərməyim lazımdır. İki qırmızı yanaşı olmadığına görə sarı, qırmızı, qırmızı, sarı və sarı, sarı 3 versiyamız olur. Sonu qırmızı ilə qutarana gəlincə, burada mütləq sarı olmalıdır. Bu tərəfdə sarı da ola bilər, qırmızı da. Yəni 2 versiya olmuş olur. Və dördüncüyə gələrkən artıq həmişə göstərdiyimiz prinsip özünü göstərir. Bax, 1 ilə 1 toplayanda 2 eləyir, 1 ilə 2-ni toplayanda 3 eləyir. Düzdürmü? Hətta burada bunu sübut eləyə bilərik ki, 4 karandaş olanda 3 dənə yer, burada da sarı yazmışamsa, sonu sarı ilə qutarsa, burada versiya sayı nə olacaqdır? 2 qırmızının burada olduğu, 2 qırmızının burada olduğu versiyalar olmaz. 3 qırmızının olduğu, 3 versiyanın çıxdın, 3 dənə karandaş düzməyin 2 rəngdə 8 versiyası var, 3-ünün çıxanda 5 qalmış olur. Burada da həqiqətən 2 ilə 3-ü toplayanda 5 eləyir. Buradakı 3-ü də ki, həmişə bura sürüşdürdük, düzdür? Sonra 5 karandaşımız olsa, burada 8 versiya olur, burada 5 versiya. 6 karandaşımız olsa, burada 13 versiya olmuş olur, burada 8 versiya. 7 karandaşımız olsa, burada 21 versiya olur, burada 13 versiya. 8 karandaş olsa, burada 34 versiya olmuş olur, burada 21 versiya. Ondan sonra 9 karandaşımız olsa, 34 ilə 21 55 eləyir, burada da 34 versiya. Uje 10 karandaşa keçəndə 55 ilə 34 toplayanda eləyir neçə? 89, burada da 55. Belə bir versiya alınır. Bizə deyir ki, karandaşların sayı ən çox neçə olmalı ki, mümkün düzülmə variantlarınsa 2 rəqəmli ədədə bərabər olsun. Aha. Arkadaşım 2 rəqəmli ədədə bərabər olmasından söhbət gəlirsə də, ən axırıncı burada 55 ilə 34 89 verir. Bu olar. 89 ilə 55 artıq nə olur? 3 rəqəmliyə keçir. Ona görə də bu olmaz. Deməli, ən çox 9 dənə karandaş götürəsi olsaq, mümkün düzülmə versiyalarının sayı nə olacaq? 2 rəqəmli ədəd olmuş olacaq. Bu da aydın. Bəli. Sonra nəyə baxacağıq? Neçəyə baxacağıq? Arkadaşlar sualınız. Hocam, ardıcıllıqlarda elə bil ki 1, 2, 3, 4-cüyə baxaq bir dənə zəhmət olmasa. Buna 985 olana. 85, bəli. Maraqlı ki, bunu hələ heç vaxt heç kim soruşmur. Biri səhv eləyən bunu yox. Bax, qadanam. Burada nə etdin? 985 5 gəldin, 990, 5-ə böldün 198. Sonra 5 çıxdın, 193, vurdun 5-ə, 965. Yenə 5 gəldim, 5-ə böldün getməlidir, 970 eləyir. 5-ə böləndə də 194 eləyir, elə deyilmi? Sonra 5 çıxıb 5-ə vurubdur. Heç nə, 970 ilə 194 olmalıdır B variantı. Tamam. Bəli, 9-dan başlayana baxaq. Neçə ilə? Hələ 9-dan başlayın. Hə, buna baxaq. Arkadaşlar, ədədin üstə rəqəmlər cəmini gəlibdir elə bil. 59-un üstə nə gəlib? 14. 5 ilə 4-ün cəmi. 73-ün üstə 10 gəlib. 7 ilə 3-ün cəmi. 83-ün üstə 11 gəlib. 8 ilə 3-ün cəmi. 94-ün üstə 13 gəlibdir. 9 ilə 4-ün cəmi. 107-nin üstə 8 gələcək. 115 eləyəcək. Sonra nəyə baxırıq, neçəyə baxırıq, necə baxırıq? Hesablamalarda 5'e baxaq. Hesablamalarda 5-ə baxaq. A, B yazılır. 1, 2, 3, 4. Bu Bəli. Bunu yazdım, 9 almışam mən. Ay Zeynəb. Bala, sənin vicdanın var. Ha? Yazmışam, 9 Ay almışam bala. cavabı. Deyəm vicdanın var. Bəli. Sənin vicdanına oranqutan qışqırsın bala. A, bunu adama neçə dəfə demək olar. Bala, AB-dən CD çıx deyəndə 6-dan nə çıxırsan, 15 çıxırsan, nə alınır? Ax, 9 alınmır, mənfi 9 alınır. Mənfi də qalıq olmayanda nə demişdim? Mənfi 9-un üstə 17 gəl. Yəni, bölənlə topla.
Bu neçə eləyəcək? Müsbət 8 olacaq. Kötü kalpli cadaloz. Adama bunu neçə dəfə deyərlər? Valla qarışqaya da bunu başa salsa olsam qarışqa işləyər. Bu arada ki, qarışqalar küçümsədiyim üçün bütün qarışqalardan üzr istəyirəm. Bizdən hansısa YouTube-da baxıb eləyər, görər. Deyər ki, qarışqalar haqqında niyə belə düşünürsən? Davam edirik. Neçəyə baxırıq? Sağ ol Aysun. Neçəyə baxırıq? Allahım ya Rabbim. Ay bala danışın da neçəyə baxırıq? Müəllim, neçənci düşür bu? 6, 7, 8. Şeydir, səhifədən axırıncı var. Bu səhifədən A, axırın. B, S, hə. Eka Baxın vurulan. bu. Bax. Sən deyir ki, A, B, C, E və K bir-birindən fərqli rəqəmlərdir. K A-dan nədir? 4 dəfə böyükdür. Elə? K'nın qiyməti ya 4 olmalıdır ya 8. Niyə? Rəqəmlərin içərisində bir 4 1-in 4 mislidir, bir də 8 2-nin 4 mislidir. Düzdürmü? Amma deyəndə B A B-dən 2 dəfə kiçikdir. Onda belə deyim, A-nın qiymətini nə edə bilərik? A-nın qiymətini mən bilmirəm. A-nın qiyməti bu halda ya 1 olmalıdır, ya da neçə olmalıdır? 2 olmalıdır. A B-dən də 2 dəfə kiçikdirsə də, B-nin qiyməti bundan 2 dəfə böyük 2 ya da 4 olmalıdır. Yəni versiyaların ikisində yazıram ki, hansı yarasa onu istifadə edək. Sonra deyir, C isə K ilə A-nın fərqinə bərabərdir. C də K ilə A-nın fərqinə, birinci halda 4 ilə 1-in fərqi 3 vermiş olur. İkinci halda 8 ilə 2-in fərqi 6 vermiş olur. Bu arada burada birinci versiyamız səhvdir. Nədən bilirəm? E-ni ABC-yə vurub ABC alıbdırsa da A-nın qiyməti 1 ola bilməz. A 1 olmayanda K 4 ola bilmir. Bir dənə başını 8-də sildim. Onda B 2 ola bilmir. C də 3 ola bilmir. Ədədləri tapdıqmı buradan? Çünki E-nin qiyməti 1-dir. 1, 2, 3, 4, 5 dənə ədəd verilmişdir. İndi deyir, sual əvəzən hansı 4 rəqəmli ədəd yazılmalı? Gəl yerinə qoyaq. A neçə oldu? 2, B neçədir? 4, C neçədir? 6. Vuraq E, K. Yəni 18. 8 dəfə 6, 48. 8 dəfə 4, 32. 4 yadda 36. 8 dəfə 2, 16. 3 yadda 19. Bir də 2, 4, 6. Bunları topladıq. 8, 2, 4, 4. 4428. Sualın yerində olacaq ədəd tapdıq. 4428. Təşəkkürlər hocam. Buyurun. Sonra neçəyə baxırıq arkadaşlar? Səhifə 8-də axırıncı sağ tərəfdə. Burada bu 50 ilə 2 olan. Bəli. Arkadaşlar burada nə iş görürsünüz? Bax 50 çıxaq, 8 vuraq, 1 vuraq 6. 2 edir. 48 çıxanda 50-dən 2 qalır. %139 ilə başlayana da baxaq. Bu səhifədədir Zeynəb, yoxsa başqa Bəli. səhifə? Bəli, bu Yuxarı şeydir. 139 yəni. Yox, aşağıdadır. Bəli, biraz yuxarı. Hə, bu. Valla Bəli. 239-un rəqəmlərini cəmləsək neçə eləyər? 14. 441 rəqəmlərini cəmləsəm 9. Çıxanda neçə qalır? 5. 5-in kvadratda 25-dir. Anlaşıldı mı? Bəli, sağ ol. Tamam. Gecən xeyir. Sonra növbəti sual.
Müəllim, fiqurlara baxsaq olar. Bakalım, bakalım. Nerede? Son. Bak. Figurlara neçə baxaq? Hansına baxaq? Üçüncü müəllim. Bu, bunu Bəli, nəzərdə tutursan, ay Səbinə, soldakını. bəli, bəli. Bunu hissələrə ayırıram ki, rahat görəsən nə etdiyimizi. Bax, bu hissə var, bax bu üçbucaq. Saat əqrəbinin əksi istiqamətində hər addımda 90 dərəcə çevrilir. Ona görə də nə olacaqdı? Sol yuxarı künc qarı olacaq. Sol yuxarı künc qarı olacaq. Belə də A, B və C variantlar gedir. D ilə nə qalır? Aşağı hissədə saat əqrəbinin istiqamətinə 90 dərəcə, 90 dərəcə falan. Demək, aşağı tərəfi qarı olacaq. D də getdi, E qaldı. Və burada çox maraqlı bir məntiq ortaya çıxır. Bir dənə belə bax. Bax, birinci fiqurla üçüncü fiqur bir-birinin negatividir. Burada ağ olan bunda qaradır. Bununla da bu birisi fiqur bir-birinin negatividir. Deməli, nə olacaq? E variantı. Sonra. Bildim. Arkadaşlar neçəyə baxacağıq? Təzə fiqurlarında səhifə 13-də sonuncu. Məzə fiqurlar. Səhifə 13 sonuncu. Sağdakı elə. Bəli. Bu sual niyə sizə hər dəfə belə gəlir? Arkadaşlar bir dənə söz deyim. Burada bir məsələmiz var. Diqqət. Məsələ buradadır ki, bu üzlərdə, yəni bu üç dənəsi bu tərəfdən və üç dənəsi də bu bir tərəfdən ortaq üzdə yoxdur. Sadəcə diqqət tələb olunur. Diqqətimiz də nədədir? Bax, bunun alt tərəfində nə qoymaq olarmı? Bax, belə bir xətt qoymaq olarmı? E variantdakı xəttdən. Elə belə soruşam. Bunu qoymuşamsa da. Həmin xəttin bir tərəfinə nə olmalıdır? Bu gördüyünü qoyası olsan, bu gördüyünü qoysan, bu hissə, bax, bu yüzlə, bu yüz eyni yüz olmuş olurmu? Bəli. Elə. Ya bu ola bilərmi? Xeyr, ola bilməz. Bu variant heç xoşuma getmədi, səhv idi. Sonra, bununla bu. Bax, bu xəttlə bu birisi. Bu biri bunun bu qonşusu olsa, biri də bu qonşusu olsa. Aralarından bu xətt belə getməyəcək. Xətt belə gedibdir. Heç vaxt bu ikisinin arasına, yəni bununla bunun arasına bu xətt belə girə bilməz. D variantında beləcə neynədik? İstisna elədik. Sonra, bax, buradan görsən ki, bura gələndə, buradan kvadrata gedir. Amma buradan bura gələndə nəyə gedib? Bu maili xəttə gedir. C variantı onsuz da səhvdir. B variantı da zaten qışqırır ki, səhvəm. Çünki bu xəttin qurtaracağında bu belə yerləşib, buna birləşik yerləşib. Amma bu xəttin qurtaracağında bu buna birləşik yerləşmir. B variantı da səhvdir. Yəni sözsüz ki, A variantı doğru cavab variantı. Neçə baxırıq? Yəni bunun altındakının o birisi. Bunun altındakı nə o birisi? Ha, elə amma sol tərəf. Bu. Bunun altındakı. Bunun altındakı. Bəli, Bu. bu. Bəli. Hə, qəşəng. Bax, arkadaşlar. Burada birinci əksləri çıxaq. 4 nəinki qonşu üzdür, amma burada 4 nəinki əks üzdür. A variantı səhvdir. Burada 4 nəinki əks üzdür. C variantı səhvdir. 2 dənə variant belə çıxdı.
Sonra 2 ilə bu 6 güşəli ulduz, bir də 4 ilə dairə əks düzlərdilər. Ona qonşu olduğu D variantı səhvdir. 6 güşəli ulduzla 2 zaten də qarşı üzlərdir, görünmür. 4 ilə dairə qarşı üzdür. Bu birisi dairənin kvadrat qarşı üzdür. Burada da 4 dairə bu. Qaldı beynə nə? İndi nəyə diqqət eləməyimiz lazımdır? Bax, bu var, bu qara dairə. Bu ulduza nəzərən sağ yuxarıdadır. Amma B variantda bu dairə elədir ki, bunu bura birləşdirəndə dairə gəlib buna qonşu olacaqdır. Yəni B variantı da səhvdir. Düzgün cavab E variantı. Üçüncü suala baxaq. Neçə? 3. Təzə fiqurlardır. Bir də Həzada baxaq. 3, o hardsı tərəfdə, Evet. yuxarılarda bir yerdədir. Bəli. Bəli, budur. Budur. Bu Bəli. 1,9 olan. Bəli. Yadınızdasa burada kəllə atmadan danışırdıq arkadaşım. Burada 4-ün kəlləsi 7-nin qardına tərəfdir, düzdürmü? Ha Zeynəb. Bəli. Bax, A variantında 4-ün kəlləsi 7-nin qardına tərəfdir. Burada 4-ün kəlləsi 7-nin arxasına tərəfdir. B variantı səhvdir. C variantda 4-ün ayağı 7-nin qardına tərəfdir. C də səhvdir. Burada 4-ün kəlləsi 7-nin qardına tərəfdir. Bunu saxlayıram D-ni. 4-ün kəlləsi 7-nin arxasına E variantında çıxdıq. İndi davam. 7 ilə 5-in vəziyyətinə baxıram. 7 ilə 5-in vəziyyəti uyğun gəlir. 4 ilə 7-yə görə neçə variantı çıxdım? 3 variantı çıxdım. 2 dənəsi qalıbdır. 1 ilə 7-yə baxası olsam, 1-in buna nəzərən vəziyyəti belədir. 1 ilə 9 qarşı üzdərdilər. 1 ilə 9 qarşı üzdür. 1 ilə 9. Aha. İndi bir məsələmiz var. 5 ilə 1-in bir-birinə nəzərən yerləşməsinə baxanda burada düzgün gəlmiş olur. Deməli, A variantında da eynidir, D variantında da eynidir. 5-in 6-ya nəzərən görünüşü 6-nın altında durmuş vəziyyətdədir 5. Burada, aha. Bax, burada baxası olsan, bu fiqur 5 burada belə durur. 5-in kəlləsinə bil 6-nın altı yerləşir, düzdürmü? Amma D variantında, bax, bu 9-dur, gəlib 5-in kəlləsindən durmuş ol, 6 yox. Ona görə də D variantı doğru yanaşma deyil, yanlışdır. Sonra növbəti. Müəllim, aşağılara gələ bilərsiniz. Haralaram. Biraz düşün, zəhmət olmasa. Aha. Bu qədər bəsdir. Xeyr, biraz da. Bir Aha. səhifədə. Bir səhifə. Bu başqa məsələ. Biraz da. Nə bilim, yəni burada Hə, səhifə. müəllim, indi sağ tərəf birinci Bu domino daşı kimi var. kibrit qutusu. Ha. Necə sayıcıda olduğuna görə gözünə domino daşı kimi görünə bilər. Hə. Ay arkadaşım, bu nə domino daşına oxşuyur? Sən Allah, iki adamsın. Ay müəllim, forması oxşuyur da. Kibrit Ya, qutusuna oxşamır. forması düz deyirsən, forması oxşuyur. Hı. Ha, ay hörmətli domino daş sevən arkadaş. Bax, birinci. Bu gördüyün düzbucaqlı ilə bu gördüyün düzbucaqlı çarpaz istiqamətlərdə yerləşiblər. Yəni onlar bir-birinlə nə əmələ gətirəcəklər? Dama, yəni şahmat taxtasının daması kimi. Ona görə də C variantı ola bilməz, çünki bunlar bir-birinə ardıcıl birləşir. Və B variantı ola bilməz, yanaşı birləşiblər. Qaldı A, C, A, D və E. Sonra gör nə edirəm. Deməli, bax, burada bu düzbucaqlı ağappaqdır. Bu düzbucaqlının ortasından xətt gedir. Bax, deməli, spika qutusunun bu başı ağdır, bir başı da xəttidir. Amma burada bir başı şahmatdır. Deməli, D variantı səhvdir. Elədirmi? İndi bu xəttə baxaq, bu maili xəttə. Bu maili xəttin sol tərəfi yuxarıdır. Düzdürmü?
E variantına bunun sol tərəfi aşağıdır. Demək, E variantı ola bilməz. A variantı düzdür. Yəni, hansı detallara diqqət edin, orasına bir fikir verin. Sonra asan bir tapşırıq özümüzə çətin tapşırıq eləməyək. Sonra suallar arkadaşlar. Hansı bölməyə baxaq, hansı suala baxaq. Yoxsa Bəli, mükəmməllik bu da səhvdir məndə. nə? Bu fiqur. Bu 3 dənə olan. Bəli. Bu əslində qalsa kublardan daha asan fiqurdur. Baxın, burada yerləşməyə diqqət edəcəksiniz. Bu yuxarı tərəfidir, fiqurun təsəvvür edin. Eləmi? Elə. Məsələmiz burasından ki, buradakı naxışlardan görürsünüz ki, indi buranı açacağım. Bax, bunun qabağında bir dənə V hərfi var. Bu tərəfdə də bu var. Bu üç bucaqdan söhbət gedir. Elə. Bir də burada bir ulduz var. Bu fiquru tərsinə çevirəndən sonra görülür. O ulduz da burada olacaq. O ulduz da buradadır. Bu bir sözdə. Bunu gördünüz. Bildiniz nəyə əsasən çəkdik? Çünki burada qutaracaq xətt bu idi. Bu birisində də bu fiqur idi. Və bu ikisinin arasında nə olmalıdır? Ulduz olmalıdır. Burada da onu görürsünüz. İndi bax. Yuxarıda bu plusdur, bu x. X olanda. Gördüyünüz kimi bu üç bucaq x-dan uzaq tərəfdədir. Amma burada yaxındadır. Demək, A variantı səhvdir. Ondan sonra burada B variantına baxıram. Bu xəttin istiqaməti budur. Yuxarı tərəfdə də bunu veribdir. İndi diqqət edək. Deməli, burada biz baxası olsaq görərik ki, bu fiqurun, bu maili xəttin düşdüyü yer bura deyil, bu hissə deyil. Yəni, bu ulduzumuz bura düşə bilməz. Yəni, bura düşə bilməz ulduz. Addımla baxası olsaq, bura V hərfi düşmüş olur, bura üç bucaq düşmüş olur. Ulduz bura düşə bilməz. B variantı ona görə səhvdir. Keçdik C variantına. C variantında burada plusu göstərir bizə. Halbuki bu üç bucağın bu təpəsi plus yox, x tərəfdir. Ona görə C variantı da səhvdir. Sonra D variantına baxaq. Deməli, bu V hərfi ki var, V hərfi. V hərfinin bu hissəsi təbii ki, bunun qalın tərəfinə düşüb, burada da elədir. Burada V3 bucaq kvadratdır. Burada V3 bucaq kvadrat bu istiqamətdədir. V3 bucaq kvadrat. Plusun istiqamətinə baxası olsaq, əsas məsələlərdən biri plusun istiqamətidir. Plusun bu ucuna ulduz düşübdürsə də, ulduzla, bax bu ulduzla, bu kvadrat gərək qarşı tərəf olsun ki, plusun digər tərəfə, yox, o kvadrat yox, əstəğfurullah. O kvadrat yox. Bu üç bucaq qarşı üzlər olmalıdır ki, bunlar bu şəkildə düşsünlər. Və maraqlı olan odur ki, bunlar həqiqətən də qarşı üzdürlər. Çünki niyə? Bura V hərfi düşmüş olur, bura üç bucaq düşmüş olur, ulduz da bura düşür, bu iki dənə üz qarşıdır. Burası uyğun gəlir. Bəs E variantının problemi nədir? Bir dənə onu çözməyə çalışaq. E variantın problemi. Aha, bunu 180 dərəcə çevirəndə ola bilməzdi ki, bu üç bucaq, bax bu soldakı üç bucaq solda, bu xəttdə sağda qalsın. Bunlar yerini dəyişməli idi 180 dərəcə çevirəndə. E variantı ola bilməz. Nədir? D variantı
Bir daha sübut eləyir ki, o doğru variantdır. Sonra Bunun üstündəkinə də baxa bilərik. bu üstdəkinə elə nəzəri baxacağıq. Bax, görsən ki, burada bir kəsik konusumuz var. Yuxarı tərəfdə balaca dairədir, aşağıda böyük dairə. Konusun aşağı tərəfi enlidir, yuxarısı dar. Ona görə A variantı ola bilməz. Çünki bu iki xətt paraleldirsə, demək aşağı ilə yuxarının ölçüsü eyni boydadır. B variantda burada da oval verir, burada da. Halbuki konusun yuxarısı da aşağısı da dairədən ibarətdir. B səhvdir, ona görə də C də səhvdir. Çünki yuxarıda oval verir. D variantda yuxarıdakı dairə ilə aşağıdakı dairə eyni ölçüyə malikdir. Bunun yuxarısı dardır, aşağısı gen. Deməli, D də ola bilməz. Düzgün cavabımız E variantı olur. Sonra arkadaşlar neçəyə baxırıq? Arkadaşlar Müəllim, suallar. Hə, anaqramlara, anaqram da deyil, ondan sonrakına keçək, söz şifrələrə. keçdik. Buyur. O birisi səhifəyə keç, bir səhifə aşağı düşdük olar. Düşdük. O elə 19. 19 sağ tərəfdə. Ay bala, ay bala, siz nələri yaza bilmirsiniz? Niyə bu gündəsiz? Mahmud nə deyir? Mən 5-ə layiq yazmamışam. Zaur nə deyir? Mən 5-ə layiq yazmışam. Hidayət də deyir ki, mən 3-ə layiq yazmamışam. Qaydamız nə idi demişdik? Deyəcəklər ki, bilmirik. 2 dəfə deyil, 2 dəfə də Ay 5. müəllim, yox şey, 2 dəfə deyil, əks olanları olanda onlar şey eləyirdik, götürürdük də. İndi nə oldu? Mahmud 5-ə layiq yazmış olur. Bu doğru Bəli, olanda bu yanlış olur. Onda nədir? bəli. Bu birisini düz deyib. 3-ə layiq yazmayıb. Hidayət 3-ə layiq yazmışsa, 5-ə də Mahmud yazıbsa, Hidayət 4-ə layiq yazıb, Zaur 3-ə layiq yazıb. Gördünüz? Bəli müəllim. Neçə baxırıq. Iyirmi bir. 21. Bəli. Yenə vitrin, yenə çiçəklər. Vitrində ayrı-ayrı dibçəklər, çobanyanslı, nərgiz, ətirşah, qərənfil, qızılgül, lalə, bənövşə, zambaq və kaktus olmaqla 9 növ bitki yerləşdirilir. Vitrində 3 rəf var. Hər rəfdə 3 dibçək var. Aşağıdan yuxarı rəfləri yazın. 1, 2 və 3-cü rəf. Deyir qərənfil ortadakı rəfdə ən sola, qərənfil ortada ən sola, bura qərənfil yazdım. Zambaq isə ən üst rəfə yerləşdirilir. Lalə bənövşə ilə eyni rəfdədir, amma yanaşı deyirlər. Çoban yastığı, nərgiz, ətirşah eyni rəfdədir. Artıq zambaq yuxarıda, qərənfil ortada olduğuna görə çoban yastığı, nərgiz ilə ətirşah nə olmuş olur? Birinci rəfdə olmuş olur. Onda lalə ilə bənövşə yanaşı deyirlərsə də o zaman yuxarıda, ən yuxarıda 3-cü rəfdə olacaqdır. Lalə ilə bənövşə və burada ən əsas məsələlərdən biri də zambaq da ən üst rəfdə idi. Zambaq da buradadır. Zambaq bu ikisinin arasında olacaqdır. Lalə ilə bənövşə. Sonra deməli bənövşə, qızılgül, şaqlıq eyni xətt üzərindədir. Qızılgül ikinci rəfdə olacaq. Bənövşə qırağa düşdüyünə görə bənövşəni burada yazdım. Qızılgül eyni xətt üzərindədir. Adını çəkmədiyim bitki, nərgiz, çobanslı ətirşah adları çəkilib.
Kaktus. Kaktus geldi düştü bura. Aha. Burada həqiqətən də zambaq ən yuxarı rəfidir. Zambaq ortadadır. Lalə gəlib bura düşmüş olur. Sonra deyir ki, çobanyansı və zambaq eyni xətt üzərində deyirlər. Deməli, zambaq ortadasa çobanyansı ortada ola bilməz. Çobanyansı ya birinci yerdə olmalıdır, ya da çoban yastığı üçüncü yerdə olmalıdır. Bu orta hissədə nə olacaqdır? Nərgizlə ətirşah ola bilər. Nərgiz və ya ətirşah. Belə. Hər üç bitkinin vitrindəki yeri məlum. Hansı üç bitkinin vitrindəki yeri məlum deyə sualı verirlər arkadaşım. Lalə, zambaq, bənövşə, qərənfil, kaktus, qızılgül bilinir. Çoban yastığı, nərgiz və ətirşahı isə bilə bilmirik. İndi baxaq. Çoban yastığı, nərgiz, ətirşah. E variantı dəqiq bilinmir. Aydındır mı? Bəli. Sonra neçə baxırıq? 31-ə baxaq. Baxaq. Hamısı bilinir. Bu yayın tapşırıq tanış gəldi ha sizə. Bax, kinoteatrda 5 kino zalı fəaliyyət göstərir. Birinci zal, ikinci zal, üçüncü zal, dördüncü zal və beşinci zal. Deməli, burada həftənin şənbə və bazar günü. Buraya yazam şənbə, buraya yazam bazar. Deməli, nə deyir? 2 thriller, 2 mistika, 2 animasiya, 2 komediya, 2 faciə janrında filmlər nümayiş etdirir. Bu filmlərdən 2 animasiya, 2 faciə, 1 komediya yerli. 2 animasiya, 2 faciə, 1 dənə komediya. Bunlar yerli filmlərdir. Onda 2 thriller, 2 mistika, 1 komediya da xarici filmlərdir. Eyni janrdan da deyirlər, deyir. Yox, yəni hər filmdə həftə ərzində bir də, hər film həftə ərzində bir dəfə nümayiş olunur. Bir gündə hər janrdan yalnız bir film nümayiş olunur. Eyni zalda nümayiş olunan filmlərdən biri yerli, digəri xaricidir. Eyni janrdan deyil. Mistika filmləri şənbə günü 3-cü zalda, şənbə günü 3-cü zalda mistika və bazar günü 4-cü zalda mistika. Animasiya filmləri şənbə günü 1-ci zalda, bazar günü 5-ci zalda nümayiş olunur animasiya. Bu arada bunların animasiya filmləri bildiyiniz kimi yerli filmlərdir. Y yazdım, Y yazdım. Mistikalar xarici filmdir. X yazdım, X yazdım. Və mistikalarla animasiyalar getdi. Qaldı faciə, komediya və thriller. İndi baxın, burada yerli olduğuna görə bura xarici film, burada xarici olduğuna görə bura yerli film, bura xarici olduğuna görə yerli film, yerli olduğuna görə xarici film düşür. Hər sətirdə 2 xarici, 2 yerli yazılıbdır. İndi həlledici məqama gələk. Bazar günü nümayiş olunan xarici filmlər sayı şənbə günü nümayiş olunan çoxdur. Bazar günü xaricilər çox sayı. 2-ci zalda xarici olur, onda şənbə günü də 2-ci zalda yerli olur. İndi görəcəyimiz iş nədir? Bunları yerləşdirmək. Düzdürmü? Baxın, yuxarıda bircə dənə xarici filmə yer var. Xarici filmdə 2 dənə thrillerimiz qalıb. Demək, burada thriller olacaq. Demək, thrillerdən bir dənəsi qaldı. Bir dənə də komediya qalıb xarici. Və aşağıda yerli filmlər. Arkadaşım, yerli filmlər bir komediya qalıbdır. Bir də nə qalıbdır? Faciə. Ona görə də nə edirəm? Faciəni yerləşdirəm bura.
Deyirsiniz ki, niye komediya yerləşdirmir? Arkadaşım, çünkü burada iki tane xarici film var. Zaten biri komediya olacaktır. Düzdürmü? Digəri də thriller olacaq. Onda məcburam bura yenə də faciəni qoyum. Yerli film başqa komediyanı bura qoya bilməm ki. Yerli film olan komediya ikinci, dördüncü zalda olacaqdır şənbə günü. Xarici film olan thriller və ya komediyada birinci, ikinci zallarda bazar günü ola bilər. Bundan o yana şərtimiz yoxdur. Bizə deyir thriller filminin hansı gün, hansı zalda nümayiş olunacağı olduğunu əminliklə demək olar. Deməli, şənbə günü 5-ci zalda mümkündür. Yəni B variantı doğru cavab variantı oldu. Aydındırmı bu? Keçsəm 32-yə. Əgər şənbə günü ikinci zalda komediya filmi nümayiş olunmuşdursa da, gələk bura, buradan bu rəng dəyişim. Şənbə günü ikinci zalda komediya nümayiş olunmuşdursa da, aha. Bura komediya düşürsə də thriller avtomatik bura düşmüş olacaq. Şənbə günü deyir. Şənbə günü komediya nümayiş olunsa bu yerli komediya olacaqdır. Onda bazar günü xarici komediya birinci zala düşmüş olacaqdır. Bura thriller düşmüş olacaq. Və şənbə günü dördüncü zalda da ki faciə nümayiş olunmuş olacaqdır. Burada sifarişdə nə idi? Şərtdə deyir ki, əgər şənbə günü ikinci zalda komediya filmi nümayiş olunmuşdursa da, ikinci zalda komediya deyilsə də, demək faciəmiz dördüncü zala düşməlidir. İndi nə deyir? Şənbə günü animasiya filmi nümayiş olunan zalda, şənbə günü animasiya nümayiş olunan zalda, bazar günü komediya nümayiş olunan. Bu doğrudur. Bunu götürmürəm. Xarici film olan komediya şənbə günü nümayiş olunub. Xarici film olan komediya şənbə günü deyil, bazar günü. Bu da səhvdir. Şənbə günü Mistika filmi nümayiş olunan zalda, şənbə günü Mistika nümayiş olunduğu zalda, bazar günü faciə filmi nümayiş olunub. Bu da doğrudur. D'də deyir, bazar günü animasiya filmi nümayiş olunan zalda, bazar günü animasiya filmi nümayiş olunduğu zalda, yəni 5-ci zalda, şənbə günü thriller olub. Bu da doğrudur, buna görə. Bazar günü ikinci zalda xarici film nümayiş olunub. Bazar günü ikinci zalda xarici film nümayiş olunub. Arkadaşlar, bizdən səhv soruşur. Mən bir əldən çıxa-çıxa getdim. Hiss elədiniz? Bu cümlə gözümdən qaçır. Bayaqdan yuxulayıram, birdən-birə ayırmışam ki, hər şey düzəlir. Hər şey evini yıxmışam. Hə, şənbə günü ikinci zalda komediya. Bunu dedi. Onda bura faciə düşmüş olur, bura thriller düşür, bura komediya. Bu doğrudur. Animasiya filmi nümayiş olunan zal. Şənbə günü animasiya nümayiş olunan zal nədir? Birinci zaldır. Bazar günü komediya nümayiş olunan, bu doğruydu, bunu götürmürdük. Bizə səhvi soruşur, səhvi. Xarici film olan komediya şənbə günü nümayiş olunub. Xarici film olan komediya şənbə günü deyil. Elə səhv budur da. Bu niyə çıxdım ki mən? Xarici film olan komediya bazar gününə düşür. Şənbə günü yerli film olan komediyadır. Arada burada yuxulayıram. Öz-öz avtopilotda danışıram. Ayılanda baxıram ki, başqa şeyə cavab vermişəm. İndi davam edək 33-cü suala. Hansı iki janrda olan filmlərin şənbə və bazar günləri eyni zalda nümayiş olunması mümkün deyil? Hansı iki janrda olan filmlərin şənbə və bazar günləri eyni zalda? Şənbə və bazar, baxaq. Animasiya, komediya. Animasiya olan zalda bazar günü komediyanın olduğu bayaq versiya var idi. Faciə, komediya. Şənbə günü faciə olan zalda bazar günü komediya ola bilər. Mistika, faciə. Şənbə günü mistikadırsa da bazar günü faciə, zaten bu var. Komediya, mistika. Şənbə günü komediyadırsa da bazar günü mistika ola bilər. Animasiya, faciə. Arkadaşlar, şənbə günü animasiyası bazar günü faciə ola bilməz. Çünki animasiya yerli filmdir, faciə xarici filmdir. Faciə də yerlidir. Amma bazar günü birinci zalda axı xarici film olmalıdır.
Animasiya yerli, faciə də yerli olduğuna görə ikisi eyni zalda nümayiş oluna bilməz. Ona görə də E variantı nədir? Mütləq yanlış variantdır. Söhbət bundan gedir. Eynəyə baxacaq arkadaşlar. Sualınız. Ruhu orada mısınız? Oradasınız arkadaşlar. Bəli, müəllim. Mən başqa sualım yox. Bəli. Sualınız var başka? Yoxdursa da bir 10 dəqiqə dincələk. Mən də bir dənə çay içim, biraz ayılım. Əməli başlı yuxulayır. Ayılım, keçək informatikamıza. Olarmı? Olur müəllim. Üzünüzü yuyun. Hə, üzüm yuyum. Səhər-səhər yudum. Kofe, müəllim. Hə, gedim ayılım gəlim. Sağ olun arkadaşlar. Hələlik.